Deməli, printer məsələləri, ümumiyyətlə print əmrini birisi çapa göndərmək üçün. Print sözünün baş hərfi nədir? P-dir. Nə olacaqsa yol. Ctrl P. Gördünüz asan. Bir dənə də qısa yol var. Biraz çətindir. Ctrl F2. Heç nə, bu da yadda saxlamalısınız. Printer məsələlərində təbii ki, hansı hissəyə diqqət edəcəm. Gəlin burada qeyd edeyim. Birinci rəngimizi dəyişək. Rəngdən xoşum gəlmir. Qırmızı rəng seçək. Print all page var. All page hissəyə baxırıq. Hələ nə işə yaradığını demirəm. İkinci bura baxmalıyıq. Üçüncü bura baxmalıyıq. Dördüncü bura. Beşinci də bura baxırıq. Beşinci cavabı alırıq. Belə. Yeni printer məsələlərində baxaq görək hansı əmr nə işə yarayır. Birinci var print all page var. Adı üstünə yazıb da print all page aşağısında wholesale. Yəni hər şey çap olunacaq. Ta ki sizin 40 səhifəlik sənədiniz varsa 40 da çap olunacaq. Print selection var. İmeylə kursordan seçdiyim hissəni çapa göndərir. Bizə printer məsələlərini açıq lazım olmur. Səfacıq nəzəriyyə kimi ola bilər. Print current page var. Cari səhifədə çap eləyir. Məsələn, tutaq ki, mənim 40 səhifəlik sənədimdə mən 7-ci səhifədəyim. Bu o deməkdir ki, ancaq 7-ci səhifə çap olunsun. Current page olanda çox sevinir. Niyə görə? Çünki current page olanda həmişə kopya sayı mənim cavabım olur. Peki kopya sayını 4 qeyd eləmişəmsə, cavabım olacaq 4. Niyə görə? Çünki mən dedim axı, cari səhifə deyəndə bir səhifə nəzərdə tutulur. Bir səhifədən məndən neçə kopya, neçə nüsxə istəyir? 4 dənə. Demə mən neçə dənə verək lazımdır? 4 dənə. İstəyir bura 200-lü yazılsın. Nə bilim, istəyir bura 115 səhifə yazılsın. Fərqi yoxdur. Mənə konkret olaraq kopya sayı qədər vərəq lazım olacaq. Ümumiləşdirim. Current page görəndə kopya sayın bir dənə cavabla axtarın. Ondan sonra burada başqa hansı əmr var? Custom print var. Müəyyən aralıq verir. Məsələn, yazmışam ki 2, 6, vergül, məsələn 8, vergül 12, vergül, məsələn 20, 28. Məsələn, bu diapazonda neçə dənə səhifə sayı olduğunu necə taparam? Diapazonda nədir? 2-dən 6-ya. 2-dən 6-ya qədər neçə səhifə var? 2, 3, 4, 5, 6. Durub bir əllə barmaqla sayası deyilsiniz də, birdən böyük aralıq verdi. Həmişə çıxın üzərinə 1 gəlin. 6-dan 2 çıxanda neçə eləyir? 4. Üzərinə 1 gələn neçə eləyəcək? 5. Niyə görə üzərinə 1 gəlin? Çünki 2-dən 6 ilə özdə aydınlığa. Məntiq keçmisiniz də, belə aralıq verəndə öz aydınlığında çıxıb üzərinə 1 gəlsin. Eləyəcək 5. Ondan sonra 8-ci səhifəni çaşıb bura bir dənə 8 yazmayın. 8 burada səhifənin nömrəsidir, sayı deyil. Olacaq 1 səhifə, 12-ci səhifənin özdə 1 səhifədir. 20-28 aralığında 28-dən 20 çıxacaqsınız. 8 üzərinə 1 gələcəksiniz 9. Keçəcək 7, 9. O da eləyəcək 16 səhifə. Bəzən məsələn şərtdən asılı olaraq buradan sizə sadəcə vərəq sayı lazımdır. Bəzən e-maildə hansı səhifələr çapdan çıxır, o lazım olacaq. Yaxşı. Bu hissədən başqa nə var? Var odd page, bir də var even page. Bunun gəlin sizə bir dənə qəşəng qısa yolunu deyim. Məsələn, tək ədədləri bilirsiniz. Sonu 1, 3, 5, 7, 9-la bitən. Cüt ədədləri də bilirsiniz. Sonu 0, 2, 4, 6, 8-lə bitənlər. Dedik ki, odd tək səhifələrin çap olunması deməkdir. Even cüt səhifələri. Odd sözünün içində nə hərf var? 3 dənə. Deməli, odd tək səhifələr çap edəcək. Even'ın içində nə hərf var? 4 dənə. Deməli, 4 nədir? Cüt. Deməli, cüt səhifələri. Bu sadəcə yadda saxlama üsuludur. Əgər sizin sənədinizdə, tutaq ki, sənədiniz daha doğrusu 20 səhifədirsə, bunun yarısı tək olacaq, yarısı cüt olacaq. Niyə yarı-yarı bölündü? Çünki əgər 20 səhifəlik sənəddirsə, təbii ki, bunun yarısı cüt, yarısı tək olmalı. Çünki mən ədədləri sayan zaman bir tək bir cüt yerinə 1, 2, 3, 4, 5, birin tək birin cüt. Bunun üçün. Məsələn, 80 səhifəlik sənəddirsə 40-40 bölünəcək. 52 səhifədirsə 26-26 bölünəcək. Yaxşı, 53 səhifə olsa necə olar? Əvvəlcə gəlin 52 səhifəyə baxaq. Dedik ki, yarı-yarı olacaq. 26 tək olacaq, 26 dənə də cüt olacaq. Yaxşı, düşünün, 53-cü səhifənin özü nədir? 53-ün özü təkdir. Deməli, 27-dən tək olacaq, 26 dənə cüt olacaq. Əgər sənəddəki səhifə sayı tək ədəd olarsa, təklərin sayı cütlərin sayından sadəcə bir vahid artıq olacaq. Məsələn, 17 səhifəlik sənəddirsə, həmişə buna 16 kimi baxsa, 8-8 bölünəcək, düzdür? Deməli, 8-dən cüt, elə bu dəyişməyəcək. Bir vahid artıq da tək olacaq. 9 dənə tək. Всё. Gördünüz nə sadədir. Bu hissədə mən ümumi vərəq sayını tapıram. Ondan sonra hansı vərəqlərin çap olunacağını tapıram. Sonra düşürəm aşağıya. Var one side əmri, bir də var both side. One side bir üzlü deməkdir. Both side iki üzlü deməkdir. One side niyə görə? Baxın, bir nümunə göstərək. Tutaq ki, çap yerinə gedirsiniz. Deyirsiniz ki, mənə bir üzlü çıxar. A4-ün bir üzü ağ qalır, bir üzündə çap olur.
Tutaq ki, sizin 10 səhifəlik sənədiniz varsa, çap yerinə gedib bir üzlü deyirsinizsə, sizə 10 dənə A4 vərəqi lazım olacaq. Əgər boş sayt desə, sizə 5 dənə A4 vərəqi bəs edəcək. O iz bu çap olunacaq deməkdir boş sayt. Deməli, mən boş saytı seçəndə nə olur? Vərəqə 2 dəfə qənaət eləmiş oluram. Həmişə boş sayt görəndə buradan aldığınız vərəq sayını boşa görə 2-yə bölməlisiniz. Ta ki 8 onda 5 aldısa, bunu da 9 götürməlisiniz. Sonra var collated and uncollated hissəsi. Bu hissə deməli nə üçündür? Bu hissədə ümumiyyətlə mən nə zaman baxıram? Əgər məsələdə məndən vərəq sayını soruşarsa baxmıram. Çünki collate ilə uncollatedin da hər ikisinin nəticəsində eyni sayda vərəq çap olunur. Sadəcə, bəs yaxşı bunun fərqi nədir? Bunlar sadəcə printerdən vərəqlərin çıxma ardıcıllığıdır. Baxın, əgər collated seçibsə, əgər mənim məsələn sənədimdə 5 səhifəlik sənəddir, ondan sonra kopya sayı da məsələn buradakini götürək 4. Deməli, ardıcıl şəkildə çaplanacaq. Normal olaraq printerdən 1, 2, 3, 4, 5 çıxacaq. Bu olacaq birinci kopyam. Təzəm yenə 1, 2, 3, 4, 5 çıxacaq. Bu olacaq ikinci kopyam. Yenə 1, 2, 3, 4, 5 üçüncü kopyam. 1, 2, 3, 4, 5 dördüncü kopyam. Davamı gedə bilərəm, gedə bilmərəm. Niyə gedə bilmərəm? Çünki kopya sayım 4-dür. 4 dənə oldu, bitdi də. Başqa niyə gedim? Neçə dənə səhifə çapdan çıxdı? 4 dəfə 5, 20 dənə vərəq oldu. Məsələn, desək ki, Məsələn, 8-ci səhifənin nömrəsi neçə olacaq? 1, 2, 3, 4, 5, 6, 7, 8. Deməli, printerdən 8-ci olaraq 3-cü səhifə çıxacaq. Əgər məsələdə görsəz ki, sizdən çap olunacaq səhifənin və yaxud səhifələrin nömrəsini soruşursa, həmişə collated və yaxud uncollated yazılan hissəyə baxmalısınız. Yaxşı, danışaq görək bu uncollated nədir? Uncollated isə bir üzdə, deməli, bir üzdə nəymiş? Hər səhifədən kopya sayı qədər çıxır uncollated. Yəni bir ki, bunun tərsidir də. Səliqəsi yazdım mən bunu. Bu U hərfi. Uncollated. Ta ki, bu məsələnin üzərindən gedək. Kopya sayımız 4-dür, səhifə sayımız 5-dür. Deməli, hər səhifədən kopya sayı qədər deyil. Deməli, 4 dənə 1 çıxacaq. 4 dənə 2 çıxacaq. 4 dənə 3 çıxacaq. 4 dənə 4 çıxacaq. Sonra 4 dənə 5 çıxacaq. Yenə neçə dənə səhifə elədi? 20 dənə. Vərəq sayı dəyişdi, dəyişmədi. Amma ardıcıllıq dəyişdi, dəyişdi. Məsələn, bu məsələdə məndən 8-ci səhifənin nömrəsini soruşsaydı, 1, 2, 3, 4, 5, 6, 7, 8. 8-ci olaraq ikinci nömrəli səhifə çapdan çıxmış olardı. Deməli, collated and uncollated bu formada. Sonra bu aşağı hissədə nə var? Bir üzdə çap olunan səhifə sayı. Yadda saxlayın, bir üzdə minimum 1, maksimum 16 səhifə çap oluna bilər. Eyni zamanda bir üzdə 2, 4, 6, 8 səhifə çap oluna bilər. Sonra başqa nə deyək buradan? Həmişə burada qarşıda yazılan ədədə bölməlisiniz. Əgər mən bir üzdə 4 səhifə seçmişəm, gəlin bu məsələni həll edək. Tutaq ki, bu məsələdə bizdən soruşur ki, axırda vərəq sayını tap. Buranı 5 eləyək. Yəni, vərəq sayını soruşur deyir də. Bu hissədə neçə dənə vərəq olacaq? Bu hissədə deməli bizdə olacaq 2, 6, bu yaq tapmışdıq. 13 eləmişdi. Bu niyə bu formada yazıb? Mən gözləyim. Düzəldi. Deməli, bu hissədən bayaq tapmışdıq. 13 səhifə çapdan çıxacaq. Bu sayda görə nə etməliyəm? 13-ü bölməliyim 2-yə. Eləyəcək 6.5. Para vərəq olar? Olmaz. Həmişə bunu bir vaat yuxarıya yuvarlaşdırın, elədi 7. Deməli, hər iki 7 dənə A4 vərəqim olsa mənim işim görüləcək. Düşürəm aşağı. Dedik ki, həmişə qarşıda yazan ədədə bölmək lazımdır. 7-ni bölürəm 4-ə. Eləcə 1 tam nə qədərsə, həmişə bunu bir vaat yuxarı 2 götürməliyəm. Sonra nə etməliyəm? Kopya sayına vurmalıyım. 2-ni vuraram 5-ə, o da eləyəcək 10. Bu formada həll olunacaq. Görürsünüz, çətin deyil. Ümumiyyətlə, printer məsələlərinə bayaqki dediyim ardıcıllığa baxmalıyıq. Ardıcıllığın birin tərsini eləsəz, bir də gördünüz cavab səhv alınacaq. Həmişə ardıcıllıqdan yuxarıdan aşağı, birinin axırda kopya sayına vurun, heç nə. Bir də ki, dil belə bir məsələ tipləri bir də görsən tərtib eləyir. Sizdə sualın şərtində soruşur ki, çapdan çıxacaq minimum səhifə sayını tap və yaxud çapdan çıxacaq maksimum səhifə sayını tap. Və çap neymiş bu? Screenshot hissəyə bu aşağını daxil eləmir. Yəni biz görmürük bir üzdə neçə səhifədir.
Zaten elə ona görə deyir də, bir üz deyir ki, məsələn, minimum neçə səhifə çapdan çıxar və yaxud deyir ki, maksimum neçə vərəq çapdan çıxar. Əgər bizdən minimum səhifə sayını istəsə, mən 1/16 götürməliyəm. Çünki mən bir üzdə olan səhifələrin sayını artırsam, nə olacaq? Mənə daha az vərəq lazım olacaq. Bir var, bir üzdə bir səhifə ola. Bir var ki, bir üzdə 16 dənə səhifəm var. Tutaq ki, elə tutaq ki, 16 səhifəlik sənədim var mənim. Əgər bu bir üzlü seçilərsə, bir üzlü dediyim, yəni bir üzdə bir səhifə olarsa, elə mənə neçə dənə lazımdır? Elə mənə 16 dənə A4 vərəqi lazımdır. 16 yox, elə hə də 16 dənə A4 vərəqi lazımdır. Əgər bir üzdə 16 səhifə seçilərsə, mənə elə bir dənə A4 vərəqi lazım olur. Çünki yəni 16 səhifənin hamısını yerləşdirirəm də bir səhifəyə. Bunu şparqalka hazırlayan tələbələr yaxşı bilir. Şparqalka hazırlayanda nə olur? Xırda-xırda yerləşdirirsiniz də, sonra kəsib qoyurlar ciblərinə. İmtahanda istifadə edirlər. Və şəkildən baxanda da tutmaq olur. Əgər məsələdə məndən maksimum səhifə sayını soruşsa, mən bir üzdə bir səhifə götürməliyəm. Bunu bilən yazdım, yəqin ki, qeyd kimi götürəcəksiniz. Deməli, məndən maksimumu soruşanda bir üzdə bir səhifə götürürəm. Minimum səhifə sayını soruşanda bir üzdə 16. Yəni, ikinci variantda vərəqə 16 dəfə qənaət eləmiş oluram, belə düşünün. Gəlin bir yerdə printer məsələlərinə baxaq. Məsələn, bu məsələyə baxaq. Deyir ki, çap üçün neçə vərəq istifadə olunacaq? Baxıram, görürəm ki, 1, 6, 8, 12 yazıb. 1-dən 6-ya 6 səhifə var. 8, 12-nin hərəsi bir səhifədir deyə eləyəcək 8 səhifə. Görürəm, bu hissə mənə lazım deyil, collated. Niyə görə? Çünki vərəq sayını soruşanda demişdik ki, bu hissəyə baxmırıq. Sonra aşağıya baxmalıyıq mütləq. 1/6 səhifə 8-i bölərəm 6-ya, cavab bilir 1 tam nə qədərsə, mən bunu nə götürməliyəm? Bunu 2 götürməliyəm. Ondan sonra nə etməliyəm? Ondan sonra heç nə. Kopya sayına vurmalıyım. 2 ilə vuracağım 6-ya, o da eləyəcək 12. Görürsünüz, çətin deyil. Ardıcıllığa fikir verin. Ondan sonra bu hissədə nə var bizdə? Bizdə deyir ki, 1-dən 10-a qədər olan səhifələr çapdan çıxacaq. Printerdə də cəmi 5 dənə A4 vərəqi var. Deyir, hansı səhifələr çap olacaq? Ardıcıllıqla necə baxmalıyıq? Kopya sayı 3-dür. Heç nə bunu bildik. Print all page yazıb bütün səhifələr çapdan çıxacaq. Məndən çıxan səhifələrin ardıcıllığını soruşanda, hansı səhifələrin çıxdığını soruşanda həmişə bu hissəyə baxmalıyım. Uncollated-dan çıxıb. Uncollated necə idi? Hər səhifədən kopya sayı qədər çıxacaq. Yəni birinci səhifədən 3 dənə, ikinci səhifədən 3 dənə, üçüncü səhifədən 3 dənə, ən sonunda 10-cu səhifədən 3 dənə çapdan çıxacaq, bitəcək, yekunlaşacaq. Cəmi mənim 5 dənə A4 vərəqim var axı. Deməli 3 dənə 1, 2. Hansı variantdadır? Y variantında. Bu belə. Əgər uncollated yox, collated yazmış olsaydı, elə ardıcı olaraq 1, 2, 3, 4, 5 çapdan çıxmış olardı. Sonra var burada məsələ 3 var. Bizdə deyir ki, 20 səhifəlik sənəddə çapa göndərilib. Yaxşı, görəm elə 20-dir. Bura od yazmayıb, even yazmayıb. Deməli 20-nin hamısı çap olunacaq. Sonra boss saat yazıb. Boss 200-ü deməkdir. Demişik boss görünə həmişə 2-yə bölün. Elə də 10. Sonra aşağıdakı ədədə bölmək lazımdır. Onu bölərəm 4-ə. 2,5 eləyir. Bunu nə götürməliyəm? 3 götürməliyəm. Sonra 3-ü nə etməliyəm? 5-ə vurmalıyam. O da eləyir 15. Sonra məsələ 4-ə baxaq. Məsələ 4-də məndən çapdan çıxacaq 7-ci səhifənin nömrəsini soruşur. İmeni 7-ni soruşur. Deməli, collatedən collateə baxmalıyam. Görürəm, yenə uncollated yazır. Deməli, hər səhifədən kopya sayı qədər çıxacaq. Deməli, 7 dənə bir kopya sayı 10 olduğu üçün 10 dənə 1 çıxacaq, 10 dənə 2 çıxacaq, 10 dənə 3 çıxacaq ardıcıllıqla. Deməli, elə 7 də ilk 10-luğa daxil olduğu üçün və ilk 10 dənə səhifə ancaq 1 çıxdığı üçün cavabda olacaq 1. Məsələn, mənə 12-ci səhifənin nömrəsini soruşsaydı, cavab 2 olardı. Çünki 10-20 aralığında ancaq ikinci nömrəli səhifələr çapdan çıxır. Sonra 5-ci suala baxaq. Bizdən soruşur ki, yenə vərəq sayını soruşur, amma görürəm ki, baxın, burada od yazıb. O da ancaq tək nömrəli səhifələr deməkdir. Mənim də 25 səhifəlik sənədim var.
25-in 13 dənəsi təkdir, 12 dənəsi cütdür. Deməli, mənə o da görə 13 lazım idi. 1 saat yazıb heç nə eləmirəm. Burada 8 yazıb. Nə etməliyəm? 13 bölməliyəm 8-ə 1 tam nə qədərsə, bunu 2 götürürəm. Ən son işim isə kopya sayına vurmaqdır. 2 ilə vuraram 6-ya, o da eləyər 12. Sonra bu məsələ 6 bir tık çətin ola bilər, amma çətin olan bir məsələ yoxdur ümumiyyətlə. Deyir ki, 11-ci səhifənin nömrəsini tap. Bizdən də çap olunacaq səhifə aralıqlarını verib. Yazın bura daha yaxşı görünsün. 8, 13. Deməli, hansı səhifələr çapdan çıxacaq? Mənə burada vərəqlərin sayı lazım deyil, ha. Konkret olaraq bilməliyəm ki, hansı səhifələr çapdan çıxır. 3, 7, 8, 9, 10, 11, 12, 13. Deyək ki, 11-ci səhifəni tap. Bir də görəm ki, bura collect yazıb. Collect də ardıcılıqla edir. Elə bu olacaq birinci kopya. Təzədən printer başa qayıdacaq, yenə ardıcılıqla 3, 7, 8, 9, 10, 12, 13 bu olacaq ikinci kopya. Təzədən bu proses bir dəfə də davam edəcək. 3-dən başlayacaq, 13-dən bitəcək. Bu da olacaq üçüncü kopyamız. Niyə görə 3 dəfə getdim prosesi? Çünki kopya sayım 3 idi. Məndən soruşur 11-i. Sayın da 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11. Olacaq 8. Bu formada. Sonra məsələ 7-də məndən soruşur ki, yenə vərəq sayını tap. Dünyanın bəlkə də ən asan məsələsi. Niyə görə? Çünki burada current page yazıb. Current cari indiki deməkdir də. Current page sonunda nə demişdim? Kopya sayısının cavabımız olacaq 15. İstəyir bura 115 yazılsın, fərqi yoxdur. Cavab verəcək 15. Belə, ümid edirəm aydın oldum. Yenə də dərsdə nə sualınız olsa verərsiniz. Dərsdə də maraqlı testlər işləyəcək. Sağ olun.